Salam, hər vaxtınız xeyir. Bu gün mən sizə yaralı bir uşağın dastanının izahını verəcəm. Hekayə janrında yazılıbdır, məsnəvi kimi qafiyələnibdir. İndi isə məzmun izahına baxaq və arada mən sizə forma xüsusiyyətlərini də göstərəcəm. Azayda böyümüşlər zərcəsində bir uşaq. Deməli, burada uşaqlar, yoldaşlar var ki, bunların hər biri azad şəkildə böyümüşlər. 2-3 əmyaşı ilə çölə çıxdı keyfi çaq. Deməli, bunların keyfləri çaq şəkildə çölə çıxırlar, gəzirlər. Elə ki, yola düşdü bir uşaq birdən-birə yürərkən ayağı sürüşdü, dəydi yerə. Deməli, bir uşağın ayağı sürüşərək dəydi və qırıldı. Bu uşaq yaralı uşaq idi. Deməli, bunu heç kim itələməmişdi. Kiminsə nəticəsində olmamışdı. Özü yeriyərkən sürüşmüşdü. Elə bərk yıxıldı ki, sındı birdən ayağı, qırılmışdı. Çox yaman varlığının dayağı. Burada ayağının qırılmasını varlığın dayağı kimi qiymətləndirirdi şair. İmtahanlarda da düşür. Varlığının dayağı nə idi? Ayaq. Uşağın yaşıdları batdılar bundan qəmə. Deməli, bütün uşaqlar buna qəmə batmışdılar. Heç ayrı axtardılar bu qəmə, bu matəmə. Deməli, burada hər kəsin çarə axtarmasına yer verilmişdi. Onu sevən bir uşaq dedi, çarə var getsə. Deməli, burada 2 dənə çarə tapan yoldaşlar olur ki, bunlardan biri onu sevən uşaq idi, onunla dost olan uşaq idi ki, çarə var deyir. Amma bu çarə mənfi bir çarə idi ki, gəlin onu quyunun lap dibində gizlədək. Ta ki bir gündüz kimi olmasın aşkar bu sir. Deyir, bu sir ta ki gizli qalsın, heç kim bilməsin də. Atasından xəcalət çəkmək yaxşı deyildi. Deməli, onun dostu nəyə görə onu gizlətmək istəyirdi? Çünki atasından xəcalət çəkmək istəmirdi, atasından çəkinirdilər. Oradakı uşaqlardan uzaq görən bir nəfər, uzaq görən isə uşağın düşməni idi və həqiqətən də bu uşaq uzaq görən idi, amma bu müsbət bir fikir səsləndirir. Şikəst olmuş uşağın düşməni idi müxtəsər. Bu halı ölçüb biçdi, sonra düşündü biraz, öz-özünə dedi ki, bu sir heç vaxt gizlidə qalmaz da, yəni ailəsi, atası bunu axtarmağa çıxacaqdı və hər kəs bilir ki, mən bununla düşmənəm, elə biləcəklər ki, bunu edən mənəm. Ona görə də bu sirri mən ən yaxşısı gedim onun atasına deyim. Mən kəmin uşağın bir düşməniyəm demək, bu işi eşidənlər yəqin məndən biləcək. Uşağın atasına gedib tez verdi xəbər, o da gəlib oğluna çarə gördü bir dərdəmə, atanın oğluna çarə göstərməsinə yer verilibdi. Hər kimdə vardırsa ağıllılıq cövhəri, o bacarır hər işi, parlar onun gövhəri. Bu, həmin uşağa aiddir. Fələklərin bəndini açar ancaq o qoçaq ki, basa bilsin onun başına bir gün ayaq. Fələyin az-çoxuna göz yuman gündən bəri Nizaminin işləri keçmişdir fələkləri. Deməli, bu məsnəvi şəklindədir, epik növdə yazılıbdır, mənzumdur, nəzmdə yazılıb, süjet xətti var, farsçadır, amma ana dilinə tərcümə olunubdur. Məsnəvi kimi qafiyələnməyə yer verilibdir burada. Sirlər xəzinəsinə daxil olan poemadan bir hissədir, yəni hekayədir. Bilirik, Sirlər xəzinəsinə 20 məqalət, 20 hekayət daxil olmuşdur. Nizaminin adı çəkilsə də özünə müraciət yoxdur, sonda nəsihətamiz fikirlər bildirir. Baxın, burada da Sultan Səncər və Qarda da hər ikisində də Nizaminin adı çəkilir, amma müraciət yoxdur. Müxtəlif xarakterli insanların həyata baxışı, onların mənəvi dünyası var. Burada müxtəlif xarakterli insan, bir yaralı uşağın dostu, bir də düşməninin baxışları müqayisəli şəkildə qarşılaşdırılır və burada ağıllı düşmən ağılsız dostdan yaxşıdır fikri, dost ilə düşmən pis gündə bəlli olar. Dost dosta dən gərək, tən olmasa gen gərək. Atalar sözü uyğundur. Deməli, burada ağıl, mərdlik, sədaqət, etibar, uzaq görənliyi əsas götürülmüşdür. Azadə böyüyüblər, keyfi çağ idi, sürüşərək yıxılırdı. Dostlar uşağın bu vəziyyətinə təbii ki də pis olurlar. Atasından xəcalət çəkməsinlər deyə onu gizlətmək istəyirlər, amma düşmən uzaq görən idi. Bütün sirri açır, atasına deyir, atası gəlir ona çarə edir. Deməli, Sirlər Xəzinəsinin poemasına verilən bu kiçik mənzum hekayənin əsas ideyası burada açılır. Hər kimdə varsa ağıllılıq cövhəri, o bacarır hər işi, parlar onun gövhəri. Əsərin izahı bu qədər. Sağ olun, salamat qalın.